2003-cü ildə İlham Əliyevin hakimiyyəti atasından alması və hakimiyyətə gəlməsi və ələxüsus da Azərbaycan üçün talih yüklü prezident seçkiləri 2003-cü ildə mən o hadisələrin iştirakçıları ilə söhbətlər etmişəm və bir neçə dəfə sizin də adınız hallanıb. Mənə belə də deyiblər, Qurban Məmmədlə söhbət edin, Azər Freedom, o bilir, o iştirakçı idi. Ona görə mən elə 2003-dən başlamaq istəyirəm. Ona görə ki, əslində 21 il keçməsinə baxmayaraq, fiqurantlar da bugün əksəriyyəti eynidir. Bəziləri köhnələr yeni cildlə qayıdırlar. Yəqin bilirsiniz kimi nəzərdə tuturam. Bəziləri elə belə də qalıblar köhnə adla. Çox az dəyişib. Ona görə 2003-ə qayıtmaq istəyirəm. O zaman Gürcüstanın da taleyi həll olunurdu. Orada qırmaq mümkün oldu, bağı kəsmək mümkün oldu. Azərbaycanda isə davam etdi. Nəyin nəticəsində bu baş verdi sizcə? Əvvəla Sevin Sayın, bir də həmən tamaşaçıları salamlayıram. Ümid edirəm ki, bugün çox faydalı söhbətimiz olar. Mən suala görə sizə təşəkkür edirəm. O 20 il öncəki hadisə olsa da bugün də çox aktualdır. Çünki tarixdə siyasət elmində sübut edir ki, diktatura kimi rejimlərdə bu avtoritar rejimlərin aradan qalxmasının tək bir yolu var. Daxili, belə deyək, resurslar hesabına millətin birləşməsi, bütün narazı qüvvələrin birləşməsi. Çox təəssüf ki, 20 il bundan öncə baş verən o hadisələrdə söhbət gedir 2003-cü ilin prezident seçkilərində bu birləşmə baş tutmadı. Bugünkü bütün bəlalarımız var ha. Bütün bunların hamısının qarşısı vaxt alına bilərdi. Bu 30 illik müsibət olmaya bilərdi. Bu qədər əsas günahsız ölümlər, gizli ölümlər, açılmayan cinayətlər, Tərtər hadisəsi, Eurovision, nə bilim, Gəncə hadisəsi, Tovuz hadisəsi, nə qədər görünmüş cinayət olubdur. Ya Ziya Bünyadovun ağzından atılması, Elmar Hüseynovun qətlə yetirilməsi, Raul Ruzeyevin öldürülməsi, minlərlə bu günə qədər açılmayan cinayət var, biləsiniz. Bütün bunların hamısı o hadisədən sonra baş verdi. 4 avqustda xatırlayırsınızsa, İlham Əliyevi qanunsuz olaraq baş nazir təyin edildilər. Açdılar onun yolunu prezidentliyə və o zaman, yəqin siz jurnalist kimi bəlkə bunu eşitmişsiniz o vaxt, dünyanın bir çox ölkələrindən, dünya miqyaslı informasiya agentliklərindən, qəzetlərdən jurnalistlər gəlmişdi Bakıya. Ya Reuterin hansısa bir informasiya mənbəyinin, jurnalistlərin bir dediyi söz vardı o vaxtı Bakıda. Ki biz elə bilirdik ki, indi Bakıda xalq qalxıb ayağa, dünya dağılır. Gəldi ki, bir sakitlikdir. Deməli, xaricdən izləyənlər gözəl bilirlər ki, 4 avqustda nə baş verir Azərbaycanda? Azərbaycan müxalifəti ayağa qalxmadı, etiraz eləmədi. Sonra görə normal daha bir şey belə olmalıymış kimi etiraz etmək əvəzinə aparıcı müxalifət qüvvələri, onlar bugün də özlərini aparıcı hesab edirlər, anabala adlandırırlar. O vaxt xalqa müraciət eləmək əvəzinə, xalqı küçələrə çağırmaq əvəzinə sükut, sakitliklə yol açdılar İlham Əliyevə. Sonra başladılar təbliğata. Sonra seçki, prezident seçkiləri gəldi və prezident seçkilərində də bilirsiniz nələr baş verdi. Mən bir daha sizə minnətdaram bu suala görə. Mən çox istərdim ki, tamaşaçılarımız diqqətlə qulaq assınlar ki, nə baş veribdi 2003-cü ildə? Nəyə görə İlham Əliyev kimi səviyyəsiz bir adam gəlib prezident ola bildi bu ölkədə? Bu qədər müsibətlər gətirdi millətin başına. 2003-cü ildə Azərbaycan müxalifətinin birləşmə problemi İsa Qəmbər və Etibar Məmmədov problemi idi. Yəni bu iki adamın şəxs olaraq birləşməsi bütün qalan qüvvələri o birliyin ətrafında birləşməyə yönəldəcəkdi və məcbur eləyəcəkdi. O zaman bilirsiniz ki, Etibar Məmmədov, Əli Kərimli bir blokdaydı. İsa Qəmbər, ADP başqaları başqa blokdaydılar. Hər biri müstəqil təbliğatlarını aparırdılar. Mən Sərdar Cəlaloğlu ilə böyük qardaşımdır. Əvvəlcə də belə razılaşmışdıq ki, o olsun İsa Qəmbərin yanında, mən də olum Etibar Məmmədovun yanında. Baxarıq, ictimai rəydə hansı öndə olacaqsa, geridə olanı inandıraq ki,
qarşı tərəfindən müəyyən güzəştlərdən dialoqa getsinlər, əməkdaşlığa getsinlər. Elə oldu ki, biz seçkiyə az qalmış, şəxsən mən özüm Hürriyyət qəzetinin jurnalistlərindən xahiş elədim. Bir o Təbriz küçəsi, Nəmona metrosundan Dəmir yol vağzalına qədər, bir də o Şərq bazarının girişi olan küçə ki var, o yolda. Dedim, çıxıb qabağınıza kim çıxır, çıxsın, soruşun ki, bu iki adamdan kimi istəyirsən. Yoxlayaq da xalq görək kim istəyir. O zaman 75-25% belə bir nisbət oldu. 75% İsa Qəmbər ictimai rəydə öndə idi, 25%, bəziləri adamında 27-28%, bəzilərində 30%-ə qədər. Yəni 30%-dən qalxmadı. Etibar Məmmədovun o ictimai rəydəki nüfuzu. Ona görə də qərara gəldik ki, mən danışım Etibar bəyinə. Çünki mən Etibar bəyin bütün kampaniyasında olmuşam əvvəldən axıra qədər. İcazə versələr burada bir haşiyə çıxacağam, vacib bir məsələ ilə bağlı istəyirəm xalqımıza öz fikirlərimi deyim. O zaman mənim Etibar Məmmədovun yanında olduğuma görə məni bu gün də ittiham edən adamlar var. Onları mən haqlı hesab edirəm. Gətirdikləri argumentlərə görə ki, 493-cü ildə sən əgər silahlı dövlət çevrilişi baş verdiyini iddia edirsənsə, o çevrilişdə iştirak edənlərin biri də Etibar Məmmədovdur. Sən nəyə görə 2003-cü ildə onun yanında oldun, hətta ona mənim prezidentim deyə müraciət edirdin mitinglərdə və s. Dostlar, əziz həmvətənlər, insan səhv etməyə məhkumdur. Qurban bəy, yəni siz dediniz ki, 75% İsa Qəmbər deyirlər, 25% Etibar Məmmədov deyirlər. Amma mən belə başa düşürəm ki, orada bir sutka təxminən 24 saat, bəlkə ondan biraz az, necəsə bir razılıq əldə olunmuşdu. Yəni alyansın yaranması, Etibar Məmmədov və İsa Qəmbər alyansının yaranması, eləmi? Bu danışacağım hamısını, bütün detallarını deyəcəm mən sizə. Bu çox vacib məsələdir. Bunu müasir gənclik xüsusi bilməlidir, gənc siyasətçilər bilməlidir ki, o vaxt buraxılan səhv təkrarlanmasın. Milləti birləşdirmək lazımdır. Mən sadəcə bir şey demək istəyirdim. Yəni insanların keçmiş səhvinə görə bugün gördükləri yaxşı işin üstündən xətt çəkmək olmaz və yaxud da bir səhvə görə insanı ümumiyyətlə silmək olmaz. Hamımızın səhvi var. Aranızda mən dəfələrlə demişəm, ən çox səhvi günah olan mənəm. Ki, mənim vaxtı ilə bir səhvimə görə siz silsəydiniz bu siyasətdən. Sonraki mənim gördüyüm, yaxşı iş də görmüşəm mən. Ona görə də Etibar Məmmədovun 493-cü ildə iştirakını mən şəxsən qanunsuz hesab edirəm. Başqalarını da qanunsuz hesab edirəm, amma 2003-cü ildə Etibar Məmmədovun müxalifətin birliyi üçün, xalqın birliyi üçün və rejimin dəyişdirilməsi üçün əlindən gələni etməsinin şahidi mənəm. Deməli, o zaman belə bir məsələ oldu. İsa Qəmbərin tərəfdarlarından Etibar bəylə danışa bilən adam yox idi. Pənah Hüseyin yəqin ki, bizi dinləyir. Şəxsən Pənah Hüseyin məndən xahiş elədi ki, sən vasitəsilə şərait yarat, danışaq biz, görüşək. Mən onda getdim, Etibar Məmmədovla görüşdüm, orada Etibar bəy salamlayıram. Əli Kərimlə bizim söhbətimizdə olub birinci dəfə. Onda Əli Kərimlə oynayan bir blokdaydı. Mən dedim vəziyyəti ki, qardaş, vəziyyət budur. Mənim bugünə qədər sənin vəkilin kimi fəaliyyət göstərmişəm, səni təbliğ eləmişəm. Amma reallıq budur. İctimai rəydə İsa Qəmbər öndədir. Çox xahiş edirəm, millət naminə, vətən naminə bir neçə dəfə bizim söhbətimiz oldu. Hətta söhbətlərimizin birinə mən Sevinç xanım, böyük şairimiz Rüstəm Behrudini dəvət elədim. Mən üzr istəyirəm hamınızdan, Rüstəm bəyin orada dediyi sözü deyəcəyəm. Xalq eşitsin, başa düşsün, bilsin ki, kimlər oluyum bu xalqın tarixində. Biz gəldik, oturduq, Əli Kərimli idi, Etibar Məmmədovdur, məndən Rüstəm bəy. Rüstəm bəy dedi, izah elədi, başa saldı. Sonra bir söz dedi. Dedi, Etibar bəy, mən şəxsən öz ailəmə, qızlarıma görə səndən tələb edirəm, xahiş edirəm ki, bu məsələdə sən geri çəkiləsən, güzəşt eləyəsən. Çünki əgər sabah mən ölsəm, mənim ailəmin, o biraz başqa kobud formada dedi, açıq şəkildə dedi, dedim, mənim ailəmin yaşam problemi olacaq bir sözlə. Etibar bəy baxdı, dedi ki, mən etiraz eləmirəm, amma o tərəfdən bir təklif yoxdur axı. Və biz ondan sonra Sevinç xanım başladıq, tərəflər arasında şəxsən o da
bilməm nəyə görəsə, həmişə bu müxalifətin birləşdirilməsi ilə bağlı yük mənim çiynimə düşüb. Həmişə bu son 30 ildə mən bu işlə məşğul olmuşam. Bəlkə də hakimiyyət tərəfindən təqib olunmağımın səbəbi də buymuş ki, kimsə mən satırmış ki, bu adam bu işlərlə məşğuldur. Çünki mən yüzdə olmamışam. Arxada həmişə bunlara dartmışam, gətirən bir yerə ki, birləşək də başqa yol yoxdur. Rejimi dəyişdirməyə yol ancaq birlikdən keçir. Orada da deməli məsələ necədir? Prezident vəzifəsi, bir də baş nazir vəzifəsi. İndi əgər Etibar bəy güzəşt eləyirsə, belə bir şərt qoydu Etibar Məmmədov. Dedi ki, filan səlahiyyətlərlə baş nazir, filan səlahiyyətlərlə də prezident vəzifəsi. Qoyuram ortalığa və seçməni hüququnu ilk olaraq tanıyıram İstəqəmbər üçün. Hansını götürsə mənim üçün qəbuldur. Sizcə, Sevinç xanım, bundan ədalətli nə ola bilər? Mən sizlə deyək ki, bu iki rusqanı qələmi bölmək istəyirəm. Deyirəm, Sevinç xanım, bunu ikisinə qoyuram ortalığa, siz hansını istəyirsiniz götürün, o birisi mənə qəbuldur. Demək, həmin gecə Səqəmbərin yanında bilməmişəm kimlər olub. Amma Etibar Məmmədovun tərəfindən Fuad Ağayev də həmin görüşdə olubdur, səhv eləmirəmsə. Əli Kərimin də orada olubdur və mən o görüşə getməmişdən qabaq Əli Kərimlə danışmışdım. Əli Kərimdən də xahiş eləmişdim ki, nəyin bahasına olursa olsun, o gecə mütləq bir sənədlə çıxsınlar oradan. İmzalasınlar və elan eləsinlər. Əli mənə söz vermişdi ki, nə lazımdır mən eləyəcəyəm. Gecə saat 1-2-yə qədər bunların danışığı oldu. Mən də tez əlaqə saxlayıram. Deməli, Etibar Məmmədov mən dediyim kimi sizə həmin şərti qoyub ortalığa. İstəqəmbər müəyyən vaxtdan sonra bir zəng qəbul eləyir. Zəngdən sonra başlayır, hə, razıyam. Nə deyək, güya şərtləri razılaşırlar. O zəng Pənah Hüseynindən gəlib. Rəsul Quliyevin adından bir mesaj gəlib. Bir baxın, mən istəyirəm millətimiz bu şeyləri başa düşsün, bilsin. Əziz vətəndaşlar, bu gün mən qəribçilikdəyəm. Seviniz Osman qızı qəribçilikdədir. Biz dədəmizin qəbrini ziyarət edə bilmirik. Biz doğma evimizə, yurdumuza gedə bilmirik. Bu gün mənim durub iddia eləməyim ki, Azərbaycanda olan bir siyasət yox, mən olmalıyam prezident, mən olmalıyam baş nazir. Bundan qeyri-ciddi nə ola bilər? Mən vətənimə gələ bilmirəm, vəzifə iddiası edirəm. Hamı açdı qulağını eşitsin. Elə şeylər var ki, onu vəzifəyə güzəşt eləmək olmaz, qətiyyən. Biz rejimi dəyişdirmək üçün əlimizdən nə gəlir, onu eləməliyik. Amma orada biz necə oldu? Deməli, burada axı Etibar Məmmədov şərt qoyur İstəqəmbərə ki, qardaş, demirsən bir yerdə olaq, kömək edeyim mən də sənə, sən də mənə bir yerdə fəaliyyət göstərək. Mən sənə deyirəm ki, mənə baş nazir olacağım, filan səlahiyyətlər verəcəksən mənə. Ya da sən götür bu səlahiyyətlərindən, mənə ver prezidentdir, mənim üçün qəbuldur. Rəsul Quliyev Amerikadan xəbər göndərir ki, gecə saat 3-4-də olub bu hadisə. Baxın. Deməli, saat 1-2-də görüş gedə-gedə Pənah Hüseyin zəng eləyir İstəqəmbərə ki, Amerikadan yaxşı xəbər olacaqdır. Orada sənə heç şey, ciddi bir şey qəbul eləməyin, imzalama, görüşüb, yekunlaşdırıb bitər. Yaxşı xəbər gələcək. Yaxşı xəbər nə olur? Gecə saat 4-də ya 3-də Rəsul Quliyev xəbər göndərir ki, mən qeydi şərtsiz İstəqəmbərin prezidentini qəbul edirəm. Güya ki, bu kişinin oğlu qəbul eləməsə, dünya dağılacaq. Halbuki o zaman müxalifətin birliyi problemi Etibar İsa problemi idi, Rəsul İsa problemi deyildi. Mən başqa cür eşitmişəm ki, Rəsul Quliyev deyib ki, getmə bu razılaşmaya. Məsələn, sonra mən nə deyirəm? Həmin şey deyirəm də mən. Deyirəm ki, Rəsul Quliyev gecə ilə xəbər göndərib ki, mən şərtsiz zasız qəbul edirəm baş nazir vəzifəsini, Etibar kimi yox. Baş nazir, siz çünki prezident dediniz. Yox, Rəsul Quliyev xəbər göndərmişdi ki, mən Etibar kimi şərt qoymuram, prezident sən baş nazir də mən. Belə bir xəbər göndəribdi. Səhər mən də həmin gecə Əlidən soruşdum ki, Əli Kərimdən nə oldu? Əli Kərim mən dedi ki, Qurban bəy, nəsə danışdılar, sənəd imzalanmadı. Mənim dalağım saçdı. Bütün gecəni yatmamışıq. And olsun Allah'a Sevinç xanım, əzizən vətənlilər, hörmətli tamaşaçılar. Həmin gün gecə ilə ki, xəbər yayıldı ki,
Artıq bu iki adam, Etibar Məmmədov, İsa Qəmbər gəliblər bir stolda oturub danışmağa aparırlar. Hələ nəticə bəlli deyildi. Ucqar rayonlardan and olsun Allaha mənə zəng edib ağlayan ağsaqqal kişilər var idi. Sevincdən ki, ilahi, axır ki birləşdilər. Səhər saat deməli 10-dur, xəbər yoxdur. Mən narahatam artıq. Saat 11-in yarısı idi, getdim mən Etibar bəyin qərargahına. Gördüm ki, qərargahda deməli Etibar bəyin iş otağının qabağında dəhşətli bir vəziyyət var. Ağlayan kim, etiraz eləyən kim, bir abırsılıqdır da. Etibar bəy iddiam edirlər ki, sən niyə küstək edirsən, niyə geri çəkilirsən? Nəsə girdim, gördüm Etibar bəy tək oturub gözləyir. Dedim ki, nə oldu, nə baş verdi? Etibar bəy danışdı. Nə söhbətlər oldu, nə şərtlər oldu. Dedim, bəs sənəd niyə imzalanmadı? Dedi ki, İsa Qəmbər dedi ki, bizim bu razılaşmağımızı bir divanda gərək ratifikasiya edək. Sənin zaman ratifikasiya bilirsə nə deməkdir? Sən demə, Azərbaycanda iki partiya arasında, iki siyasi lider arasında söhbət ratifikasiya olunmalıymış. Ratifikasiya əslən vətənlər hüquqi termindir, beynəlxalqda işlənir. Beynəlxalq konvensiyaları, beynəlxalq müqavilələri ratifikasiya eləmək, yəni Milli Məclisdə rəsmiləşdirmək, qəbul eləmək, təsdiqləmək anlamına gəlir. İki liderdir, oturub danışmışsınız, söhbət eləmişsiniz, razılaşmışsınız, durub elan edin. Bu məsələ o qədər özdə o zaman belə fəal hərəkət eləməyə ehtiyac var idi ki, belə astagəllik də problem yaradırdı. Mən dedim ki, götürsən yürədə, ki, nə oldu? Dedi, söz veribdi ki, saat 11-ə qədər ya 12-yə qədər gözləyim. Sən demə, İsa Qəmbər Rəsul Quliyevdən aldığı məlumatı tam elə razılaşdıra bilməyiblər. Saat 12-yə, 11-ə qədər nəsə danışacaq deyə Etibar Məmmədova da belə yalan vədlər verir. Mən açığı dedim ki, Etibar bəy, belə bir şey eləyək. Siz çıxın, bir briefing keçirin, axşamki söhbətlə bağlı geniş məlumat verin. Çünki səhər tezdən də müsabiqə... Buyurun. Etibar Məmmədov və İsa Qəmbər artıq razılığa gəlmişdilər. Yəni belə bir razılıq var idi. Amma gecə ərzində nə baş veribsə, kim kimə zəng edibsə və sizə dediyiniz kimi ehtimalən bu Rəsul Quliyev olub, səhər artıq bu razılıq dağıdılıb. Bəli. Buyurun, davam edin. Bəli. Deməli, mən buna deyəndə ki, sən çıx bir briefing keçir, dünənki axşam belə razılıq olub. Bu dəmdə də gətirdilər qəzeti, yeri Müsavat qəzeti. Bax, qəzet baş dünyadır, mənim Etibar Məmmədov geri çəkildi, İsa Qəmbərin xeyrindən naməddini geri götürdü. Halbuki elə şey yoxdur, burada əməkdaşlıqdan gedir. Nə geri götürməsə nədir? Və bununla da yeni Müsavatın yaydığı məlumat Etibar Məmmədovun demək olar ki, bütün o seçki kampaniyasını alt-üst elədi. Mən deyəndə ki, çıx bir briefing keçir, olanları xalqa deyin. Etibar bəy dedi ki, yox, söz veribmişik ki, saat 12-də gözləyək. Mən onda bir şeyi başa düşdüm, Sevinç xanım. İstərdim tamaşaçılar mənim düzgün başa düşsün. Mən demirəm ki, insan tərbiyəsiz olmalıdır, amma Etibar Məmmədovun tərbiyəliliyi, əxlaqlılığı onun həmin o vaxtı apardığı siyasi çox böyük ziyan vurdu. Adam bir baxın, söz verib axşam ki, gözləyəsə də saat 12-də yaxşı. Bu gözləyir. Mən buna deyirəm ki, sən də gözləyirsən, çıx, briefingə xalqa deyir, məlumat ver. Dedi, yox, İsa Qəmbər deyibdi ki, olmaz da, gözləmək lazımdır. Dedim, onda götür zəng elə, bu ratifikasiya deyir, nə deyir, bu divanı yığmaq, bunu müzakirə eləmək niyə bu qədər çəkdi? 5 dəqiqəli şeydir də. Götürdü, zəng elədi. Mənim yanımda olan şeydir, bunu mən olduğu kimi deyəcəyəm. Çünki o vaxtı mən baxmışım o verilişə. Bəli, bilirəm. Biraz ağır kəlmələr olub və s. Bəli, o vaxtı siz o verilişi verəndə mən o verilişi izləyirdim. Etibar bəyin dediklərini. Etibar bəy yenə də öz ədəbinə uyğun bir şeylər demədi orada sizə. Bu mənim yanımda olub hadisə. Etibar Məmmədov zəng elədi İsa Qəmbərə ki, İsa bəy nə oldu? Vəziyyət necə gedir? Müzakirə necə gedir? İsa qayıtdı ki, müzakirə çox gərgin gedir. Güya divan gedir, ha, baxın. Sonradan öyrənmişik, oturub Hinç kinosu baxır, qabiliyyətində. Nə divan nədir, nə müzakirə?
Dedi ki, bəzi müzakirə gərgin gedir, nə bilim, sənin şərtlərin ağırdır, qəbul eləmirlər. Etibar bəy dedi ki, şərtlər ağırdır, yüngülləşdirək, şərtləri dəyişdirək. Burada nə var ki? Tək ki, birlik alınsın da, xalq bizdən cavab gözləyir. 5 dəqiqə danışandan sonra İsa Qəmbər dedi ki, yox, sənin şərtlərin ağırdır, biz Rəsul Quliyevlə razılaşmışıq. Belə deyəndə Etibar bəy çox belə ağır formada onu təhqir elədi. Dedi ki, bir də mənim adımdan istifadə etmə. Belə çıxır ki, sən axşamki deməli görüşün mənimlə görə keçiribsən ki, səhər yeni müsabatda məlumat yayasız ki, mən geri götürmüşəm, nə eləmişəm və bir çox belə aşağılayıcı sözlər işlətdi onun ünvanına və telefonu qoydu yerə. Etibar bəy döndü mənə dedi, gözün qurban, bax yenə sənin əlində məni allatdılar. Sevinç xanım, Bəli, çox üzrə bu nə deyim icazə verin. buyurun. Bizim faciələrimizin kökü oradadır. İndi cəmaət elə bilir ki, biz 20 il, 30 il bundan qabaq olan hadisə niyə danışırsınız deyə bəzi adamlar belə düşünə bilərlər. Əzəm vətənlər, gənclər xüsusilə bizim buraxdığımız səhvləri bilin və təkrarlamayın. Atalarınızın getdiyi yanlış yolu bilin, bir o yollarla getməyin. Yoxsa qurtuluşumuz yoxdur. 1992-ci ildə Əfəz Elçibəy gələndə hakimiyyətə, onda da belə bir məsələ çıxdı otağa ki, koalisiya gezilsin, başqa qüvvələr cəlb olunsun dövlət idarəçiliyinə. Yenə onda da məni İsa Pənah Hüseynov dəvət elədilər ki, gedək Etibar bəylə danışaq. Biz getdik Etibar bəylə danışmaq, aparmağa. Nazim İmanov da oradaydı. Fuad Ağayev də vəkil hörmətli qardaşımız da oradaydı. Buradan salamlayıram. Hətta Fuad Ağayev orada yazırdı dəstxəti ilə bir razılaşma mətnini. O mənim arxivimdə olmalıdır evdə. Deməli, biz burada danışıq apardığımız yerdə xəbər gəldi ki, artıq kommunistlərlə danışıblar. Yazda gəlirsə, Pənah Hüseyin hansısa kanalda belə gülə-gülə, elə bir qalib ədası ilə etiraf elədi ki, biz elə çalışırdıq ki, bir bəhanə olsun ki, Etibar bəy razılıq verməsin, biz ondan qarşı gitmək istəmirdik. Amma danışıq aparırdılar. Buna mən siyasi əxlaqsızlıq deyirəm. Bunun da başqa adı yoxdur. Bu bir millət naminə, xalq dövlət naminə, söndürüb güzəşt eləmək əvəzinə, şəxsi və qrup maraqlarına imtina eləmək əvəzinə, belə oyunbazlıqla sən bu milləti parçalayırsansa, bunun başqa bir adı yoxdur. Bu siyasi əxlaqsızlıq, tərbiyəsizlikdir bu. Buna yol vermək olmaz. 92-ci ildə də Etibar bəy çağırdılar, bu qədər də allatdılar ki, öz aləmlərində siyasət aparırlar. Nəticə də bəllidir. Cəmi 1 il qaldılar, 11 ay qaldılar hakimiyyətdə. 2003-cü ildə həmin şeyi təkrarladılar. Etibar bəyin kampaniyasını pozdular. Özləri də bilirsiniz ki, getdi xalq, hamımız yığışdıq, təbliğat apardıq ki, İsa Qəmbərə səs verin, mitiklər, o qələbə meydanında əhalinin əksəriyyəti İsa Qəmbərə səs verdi. İsa Qəmbər isə xalqa müraciət edib, onu küçəyə çağırmaq əvəzinə, səsini müdafiə etməyə dəvət eləmək əvəzinə, mübarizə meydanına atılmaq əvəzinə oturdu otağından çıxmadı. Hətta indi çoxumuzun sevmədiyimiz və Sevinç xanım sizin əleyhinizə bəzən ədəbsiz danışan bu Mirşahin Ağayev var ha, ayniz. O tarixi bir məqamdır. Bunu gərək hamı bilə. Mirşahin yaxınlaşır İsa Qəmbərə, canlı efir gedir. Mikrofon uzadı, deyib buyur xalqa sözün. Canlı efirdə o fürsətdən istifadə edib, ey xalq, çıxın kütələrə, səsinizi müdafiə edin, namusunuzu müdafiə edin demək əvəzinə. Əlini və itəli ki, mənim ayrıca sözüm yoxdur. Sonra basırlar, maşına aparırlar, rəssalam. Bu ilə də o birlik məsələsi bitdi və birliyin alınmamasının nəticəsi seçim uzmaq oldu. 30 illik bəla davam edir. Bəli, yəni həqiqətən çox məmalı məqamlar var. Yəni siz dediniz ki, Etibar Məmmədov 25% idi dəstək, amma mən hər halda xatırlayıram ki, Etibar Məmmədov doğrudan da bir dəstək var idi. Təbii var. Mən şəxsən o vaxt daha çox dəstəyi Etibar Məmmədova görürdüm, nəinki İsa Qəmbərə, amma fikirlər müxtəlif ola bilir. Hər halda hər ikisi bir müxalifət nümayəndəsi kimi qəbul olunurdu. Yəni sizcə bax bu Rəsul Quliyevlə sövdələşməyə getmək, hər halda Rəsul Quliyev o zamanda artıq bir korrupsioner zümrənin nümayəndəsi idi. Orada dəyişən bir şey yoxdur.
Yəni bu necə təsir edirdi? Yəni sən müxalifətsən, sən İlham Əliyevin, Heydər Əliyevin öz komandasının üzvü ilə nəyə görə birləşməlisən? Yəni sizcə bu sadəcə olaraq danışıqda baş vermiş bir yenilik idimi, yoxsa orada necəsə bir təsir var idimi? Yəni faktiki olaraq dağıldı. O koalisiya ki yarana bilərdi, o koalisiya ki cəmaatı küçəyə çıxara bilərdi və çıxanların qarşısına çıxacaqdı. O koalisiya nəticə etibarilə bugün baxanda biz görürük ki, məhz dağılmış oldu. Nə idi orada? Nə təsirlər var idi sizcə? Əvvəla deyim ki, mən dəqiqini bilmirəm. Zənnə uymaq da günahdır. Mən bilmirəm ki, Rəsul Quliyevi həmin gecə o addımı atmağa, o zəng eləməyə yönəldən kim olub, məcbur eləyən nə olubdur. Bilmirəm, sonradan da Rəsul Quliyev bu addımının səhv olduğunu etiraf edib yoxsa yox, bilmirəm, onu eşitməmişəm. Gec də olsa Rəsul Quliyev də gərək bu barədə öz səhvini etiraf edə və gənclərə öz səhvini deyə başa sala ki, mənim səhvimi təkrarlamayın. Mən dədəmin qəbrini ziyarət eləməyə gedə bilmirəm. Oturub da baş nazir iddiası eləməyim yanlış hərəkət idi. Bunu gəl Rəsul Quliyev deyə. Amma son 33 illik siyasətimizi analiz eləyəndə Sevinç xanım aydın olur ki, şəxsən İsa Qəmbər, sonradan da bu rolu Əli Kərimliyə biçdilər, verirlər. Bu adamlar müxalifətin birləşməməsi üçün əllərindən gələni eləyiblər. Bir baxın, bugün hamı nə vəziyyətdədir, hamıya bəllidir də. Bütün Azərbaycan müxalifəti, özünü partiya adlandırarlar. Bugün bir yerə yığışsa belə, bu rejimi dəyişdə bilməyəcəklər. Yeganə bir üsul var ki, o birlik yarana, xalqı da inandırıb o birliyin ətrafında birləşdirərsən. Yalnız xalqın gücü ilə bu rejimi dəyişdirmək olar. Amma görün nə baş verir. Bu dəqiqə çağırasınız, gəlin birləşək. Dərhal arası bir məsələn, bəhanə gətirəcək ki, qurban yox, bığının burası əyridir, saqqalın burasında ağ var, mən istəmirəm. Və ya da deyəcəkdir ki, yox, bəri başdan məni lider seç sonra. Kim lider olsun? Mən bu adamları 30 ildə başa sala bilmədim ki, lider proses zamanı öz fəaliyyəti ilə xalq tərəfindən qəbul olunan adama deyirlər. Sən zorla məni lider edə bilməzsən ki, mən zorla səni sıfırlaya bilmərəm ki, xalqı lider kimi. Alınmır bu. Fəaliyyət görsət, xalq səni lider kimi qəbul eləsin. Sonra təəssüf ki, bugün də o adamlar siz deyən kimi öz yerlərindədir. Bugün də ana müxalifət, bala müxalifəti ilə fəaliyyət göstərirlər. Bugün də Azərbaycan xalqının birləşməsinə mane olurlar. Mən yadda gəlirdi ki, 2018-ci ildə canlı efirdən müraciət elədim bir-bir hamısına, parti sədrlərinə. Ki, qardaş, bu şərtlərlə 3 şərt qoydum, vəzifə qoydum ortalığa. Rejimin dəyişdirilmə, aradan qaldırılması, normal seçki mühitinin yaradılması və seçkin keçirilməsi, xalqın iradəsinə söykənən hakimiyyətin formalaşması. Başa düşmədim mən. Sən necə siyasətçisən ki, bu 3 vəzifəni qəbul eləmirsən? Bundan adi anlaşılan nə var ki? Və bundan vacib olan nə var bugün xalqımız üçün? Bu rejimdən bezib xalq, bezib. Qalxmalıdır mı da? Qalxmalıdır. Bundan sonra hansı addım gəlir? Normal seçki mühitinin yaradılması. Ki, heç kəs hakimiyyəti zəbt eləməsin. Normal qanunlar qəbul olunsun, normal MSK tərkibi yaradılsın, dairə seçki komissiyaları, məntəqə seçki komissiyaları paritet əsaslarla formalaşdırılsın, normal bir seçkiyə xalq kimə səs verir, onu da hamı qəbul edir. Bunlar bunun heç bir razı olmadı. Xəbəriniz var da bundan. Heç biri o sənədi imzalamadı. Bəli. Bu səfərdə problem odur ki, 2 aparıcı danışır. Siz də öyrəşmisiniz söhbəti istiqamətə yönəlt və mən də öyrəşmişəm ona görə. Buyurun, siz yönəldin. Siz çalışın, yönəldin başqa istiqamətə. Mən gedəcəyəm, daha rahat olmayın. Adətən mən oluram kapitan, amma burada isə bəli. Herhalde mən bitirmək istəyirəm 2003-cü il söhbətini digər mövzulara keçməzdən əvvəl. Yəni koalisiya dağılsa da və İsa Qəmbər Rəsul Quliyevlə birləşsə də, yenə də seçkidən sonra İsa Qəmbər dedi ki, mən 70%, hətta 70%-dən çox deyilirdi, səs qazanmışam. Bax, 70% səs qazanan, şəxsən mən əgər 70% səs qazanmışamsa, mən bu qələbəni qoymaram məndən uğurlasınlar. Mən axıra da gedərəm. Mən özümü öldürərəm, amma cəmaatı meydana yığaram. Mən deyərəm ki, mənimkini mənə qaytarmalısın. Mən qazanmışam, mən prezidentəm. Olmadı bunların hamısı. Sonra nə baş verdi? Siz nələr müşahidə etdiniz?
Sevinç xanım, əslində baxsanız o məsələdə o mən qazanmışsamdan daha çox xalq qazanıb və mənim vəzifəm xalqın səsini qorumaqdır. Səs namusdur. Mənim millətim, əziz həmvətənlər, hörmətli tamaşaçılar, əgər biz səsimizə namus kimi yanaşmayacaqsa, biz heç bir vaxt bu rejimə qalib gələ bilməyəcəyik. Bunu hamı bilsin. Hər bir Azərbaycanlı anlamalıdır ki, seçkidə səs namusdur. Özdə ailə namusu deyil, millət namusudur, dövlət namusudur, xalq namusudur. O ailə namusundan 1000 baş yuxarıdır. Dövlətinin namusunu çəkməyən adamın nə ailə namusu ola bilər? Diqqətlə fikir verin. Yəni siz bilirsiniz yoxsa bilmirsiniz nə baş verdi? Çünki Mən əla bilirəm. Əvvəla mən sizə deyim ki, 75% yox. Mən tam əminəm ki, bəlkə də 90%-ə qədər İsa Qəmbərə səs verdi millət. Ona görə yox ki, İsa Qəmbər qeyri-adi siyasətçidir. Qeyri-adi siyasətçi olsaydı, 30 ildə bildiniz də nələr elədi bu adam. İlham Əliyevə verməmək üçün, İlham Əliyevi hakimiyyətə buraxmamaq üçün. Bəli. Mən həmişə deyirəm, kengurunu da versəydi İsa Qəmbərin yerinə, vallahi billahi kenguru qalib gələcəkdi İlham Əliyevə, çünki xalq bezib. Xalq rejimdən bezib, Heydər Əzizdən bezib. Amma nə oldu sonra? İlham Əliyev o zaman ümumiyyətlə heç tanınmayan birisi idi. Playboy idi. Ona hətta Playbay demişdi. Yadıma gəlir. Eynullah Fəthullahın bir yazısı vardı. Playbay adlandırmışdı onu. Yəni bəli, qumarbaz, kazino və birdən-birə hakimiyyətə gəlir və adamların doğrudan da İsa Qəmbərə səs verməsi məhz Əliyev rejiminin, Əliyevlər rejiminin davam etməməsi üçündür. Bəli, buyurun. Tamamilə doğru. O zaman İsa Qəmbərin yadına gəlirsə, Qələbə kinoteatrın qabağında belə bir çıxışı var idi ki, biz Heydər Əliyevi gözləyirdik. Qabağımıza rəqibimiz çıxsın. Uşaq çıxdı qabağımıza. İlham Əliyevə uşaq dedi. Güya bu kişinin oğlu, siz gəlin Qələbə meydanına, mən sizi nə bilim Qələbəyə aparacağım deyə bir şüar yaratılmışdı. Sonradan nə oldu? Sonradan adam otağından çıxmadı. Xalqa müraciət eləmədi. Mübarizəni təşkil eləmədi. Onun əvəzinə onun hüququnu müdafiə edənlərin bir çox həbs olundu. O həbs olunanlara işgəncə verildi sərdə. Onların ailələrinə, özlərinə yardım edilmədi. Arxalarına gedilmədi. Hüquqları müdafiə olunmadı. O adamlar da çıxandan sonra bir mənalı şəkildə hamısı satıldılar hakimiyyətə. Xalqa incidilər ki, bu xalqa görə dəyməz. Halbuki, dostlar, mən xahiş edirəm, hamı bu şey diqqətli olsun. Dünyanın heç bir xalqı öz-özünə hərəkət eləmir. Belə bir xalq yoxdur dünyada. Mütləq xalq təşkilatlandırılmalıdır. Kim tərəfindənsə, kimlər tərəfindənsə, hansısa bir təşkilat olmalıdır. Adam olmalıdır ki, çıxsın qabağa təşkilatlandırsın. 8 may deməli, bu il sizin apardığı veriliş var, 8 mayda. Mən bütün tamaşaçılardan xahiş edirəm, əziz həmvətənlər. Sevinç Osman qızının 8 mayda apardığı verilişə mütləq baxın, oturun özdə diqqətlə baxın, diqqətlə qulaq asın. Orada siz gözəl bir birlik modeli təşkil eləmişsiniz. Neçə vaxtı biz də efirlərdə bunu təbliğ edirik. Azərbaycanda bu günləri xalqı birləşdirmək mümkün deyil. Çünki kimin ətrafında, kimlərin ətrafında birləşmə məsələsi var. O da yoxdur. Artıq kimin kimliyi bəlli oldu da, indi axıdı Qubay İbadoğlu'nun atdığı addımı siz deyəmədən 2 gündə ifşa edirsiniz, xalq bunu görür. Əli Kərim'in vəziyyəti bəlli, İsa Qəmbərin vəziyyəti bəlli. Azərbaycanda bir dənə də olsun qanun, partiya yoxdur. Bütün partilər əsən vətənlər o 5000 imza məsələsi ilə oturtdular, şantaj elədilər. Onları qanunsuz keçdilər qeydiyyatdan, 25 neçə deyirlər partiya keçib qeydiyyatdan. Hamı da bilir ki, bunlar qanunsuz keçib, çünki 5000 imzası yoxdur. Yeganə bir ümid qalıb. Bu xalqı birləşdirmək üçün 2 şey var bugün. Bir ideya ətrafında birləşdirəsən, bir də virtual aləmdə birləşdirəsən ki, yeri gələndə onu fiziki olaraq tətbiq edə bilərsən Azərbaycana. O virtual aləm də sizin Sevinç xanım o 8 mayda dediyiniz kimi mən onu qəbul edirəm. Xaricdə fəaliyyət göstərən normal televiziyaların ətrafında birləşmək lazımdır əziz vətənlər. Mən Sevinç xanıma dönə-dönə minnətdaram ki, bu əməkdaşlığı o yaradıbdır. Azərfilmdən ən azı Osman qızı TV ilə, eləcə də Azad sözü ilə. Teymur Eminbəyli də səhv eləmirəmsə sizinlə əməkdaşlıqdadır. Ən azı bu 4 kanal ki var ortalıqda, başqaları da qoşula bilərlər. Biz bütün auditoriyaları birləşdirməliyik. Biz eyni ideyaları müxtəlif kanallardan eyni qaydada təbliğ eləməliyik xalqa. Azərbaycan xalqını bu 4-5 televiziyanın
xaricdə fəaliyyət göstərən televiziyaların, adamların ətrafında birləşdirməliyik. Bu demək deyil ki, sabah Azərbaycanda mən ya Sevinç xanım kimsə birincilik iddiasında olmalıdır. Qətiyyən bu belə olmamalıdır dostlar. Təbii ki, o güc doğana düşür. Azərbaycanda fəaliyyət göstərən yüzlərlə, minlərlə ləyaqətli insan var. Sevinç xanım, bəlkə də siz də bilmirsiniz. Mən deyim, bunu hamı bilsin. Bizim efirə çıxan bir çox siyasətçilər vardı ki, sonradan hakimiyyət onları bir-bir kənarlaşdırdı ki, öz ailələri məni boykot edirlər. Halbuki anlamadılar ki, özləri boykot olunur hakimiyyət tərəfindən. Bunlara boykot edirlər ki, adı filmə çıxma, Osman qızına çıxma, danışma. Bunlar anlamırlar və satıldılar, o heç. Deməli, söhbət nədən gedir? Azərbaycanda fəaliyyət göstərən bir çox siyasətçilər bizim efirə çıxanda mən onlara bir söz deyirdim. Qardaş, sən mənim kimi danışma ha. Sən tutulmağa, ilişməyə bəhanə vermə. Siz sadəcə orada üzdə durun, üzdə qalın. Mən sizi saxlayacağam siyasət o dalğasının üstündə. Məqamı gələndə işinizi görün. Siz sadəcə kölgə salın, görüntü yaradın. Biz o xalqı birləşdirək. Xalq ayağa qalxandan sonra siz görəndə ki, real güc var, onda mövqeyiz qoyun ortalığa. Mən bunu hamısı demişəm. Bir adam deyə bilməz ki, Qurban Məmmədov bizi çağırdı efirinə, biz danışdıq, ona görə bizi təqib elədilər, şantaj elədi. Yox, mən onları qorumağa çalışmışam. Bugün də deyirəm, Azərbaycanda fəaliyyət göstərən kifayət qədər namuslu siyasətçi var. Söhbət üzdə olanlardan yox, bu üzdə olanlar var ha. Xalqa bu günləri partiya sərdə kimi sırılırlar. Bunların 99,9% yox, 100% Sevinç xanım. Bunu mən tam məsuliyyətimlə deyirəm. Hakimiyyətin nəzarəti altındadır. Hərəsi bir cür. Birinə paket verirlər. Birinə uşağını işə götürüb bunun vasitəsilə ailəsinə pul buraxırlar. Birini birisi kasetlə şantaj eləyirlər. Birini nəyinəsə şantaj eləyirlər. Hamısı nəzarətdədir. Bircə ümidimiz qalıb. Xalqı xaricdə fəaliyyət göstərən televiziyaların, xaricdə fəaliyyət göstərən siyasətçilərin və təşkilatların ətrafında birləşdirmək. Mən bizim efirdə bundan qabaq bir Birləşmiş Ştablar Qanununun, fiskada bilirsiniz, həm də cəmiyyətdə rolu ilə bağlı veriliş vermişdim. Çox adam anlamır, hətta bu günlər Azərbaycanda fəaliyyət göstərən bir çox. Sevinç Osman qızı kimdir? O gün bir nədir? Xəstə. Natiq Cəfərdə nədir? Danışır ağza gələni ki, Sevinç Osman qızı bizə qarşı alçalıq elədi, neynədir? O deyil ki, ciddi deyil, təsir eləmirlər ictimariyyəyə. İctimariyyət təsir eləmiriksə, sən nə danışırsan ki? O Hüseyin Cavidlə bağlı özü itirən bir fikir var, deyir, bir gün Bakıda yoldan gedəndə baxı görür ki, Allaha qarşı mübarizə idarəsi yazılır bir qapının üstündə. Girir səhriyə, gör cavan uşaqlardır. Deyir, bala, neyiniz, nə işlə məşğulsuz? Deyir ki, biz Allaha qarşı mübarizə aparırıq. Hüseyin Cavid soruşur ki, Allah var? Deyir, yox. Deyir, olmayan şeyə qarşı necə mübarizə aparırsınız? Sevinç Osman qızı yoxdursa, xaricdə fəaliyyət göstərən televiziyaların bir rolu yoxdursa, Natiq Cəfərli. Bəs sən kimin əliylə danışdın? Niyə danışırsan ki? Ona görə də yeganə yolumuz budur. Bəli, mən sizin dediklərinizin bəzi məqamlara münasibət bildirmək istəyirəm. Və daha sonra növbəti mövzulara keçmək. Deyirəm də, məndə az olur belə. Adətən mən diktə edirəm mövzunu, amma bizim qarşımızda daha bir aparıcı. Daşqaya rəscəbə deyəsən, hə? Normal. Deməli, sadəcə kiçik bir məqam. Siz dediniz ki, mən 2 gündür Qubadlı-Badoğlu'nu ifşa etməklə məşğulam. Xeyr, mən Qubadlı-Badoğlu ətrafında baş verənləri başa düşməklə məşğulam. Yəni, araşdırmaqla məşğulam. Ona görə ki, doğrudan da xalqın ondan gözləntisi çoxdur. Çox iyiydi, çox deyil, çox iyiydi. Mənim üçün elə indiki zamandadır. Hər halda biz bilmirik nələr baş verir. Biz biləndə görəcəyik. Nələrsə baş verməkdədir. Aydındır ki, bir ona təzyiq vardır, ölkəsindən çıxmasına qoymur, öldürməyə çalışır rejim. Yəni, mənim hələ ki gördüyüm yalnız bundan ibarətdir. Qalanı biz bir yerdə görəcəyik və gördüyümüzə deyəcəyik. Bu 100%-dir. Başqa bir məsələ, yəni biz 2003-dən başladıq ona görə ki, əvvəla doğrudan da figurantlar əksəriyyəti hələ də mənzərədədir. Yəni, bu görünməmiş bir şeydir. 21 il yenə də biz görürük ki, eyni adamlardır və hətta bəziləri köhnələri yeni paltar, libas geyinirlər. Məsələn, İsa Qəmbər 21 il sonra yenidən
Deyir ki, peyda olur yenidən Müsavat Partiyasının növbəti sədri kimi və aydındır ki, yenidən seçkiyə götürəcək bizi. Bəzi, məsəl üçün, kularlarda artıq danışırlar ki, o parlamentin təzə spikeri onun üçün hazırlayıblar. Bilmirəm, əvvəlcə O şey hamısı ora düşmək dezinformasiya lazım. yalan. Bəli, yəni düşmək lazımdır ki, sonra spiker olsun. Yəni ona görə biz bəzi qaranlıq qalan məqamlara işıq saçmaq məcburiyyətindəyik ki, bu eyni adamlardır. Eyni cavabsız qalan suallardır ki, bax nə baş verdi 2003-cü ildə? Nə üçün səsin arxasında dayanmadı? Nə üçün hansı gizli sövdələşmələr baş verdi? Xalq, belə deyək, xalqın tərəfini yox, kimlərinsə tərəfini tutmaq. Başqa bir məsələ ki, bugün yenidən Əliyev seçkiyə gedir. Prezident seçkisində biz bir ölü Azərbaycan gördük. Ümumiyyətlə, ölü siyasi mənzərə. Heç bir partiya səsini, cınqırını çıxartmadı. Buna necəsə etiraz etmək istəyənlərdən ikisi hər halda indi hal-hazırda canlı yayındadır ki, biz nələrsə etməliyik. Biz durdurmalıyıq bu hakimiyyətin növbəti dəfə oğurlanmasını. Və mən açığı deyirdim də bunu ki, siz görəcəksiniz prezident seçkiləri arxada qalsın. Yağışdan sonra göbələk kimi yenidən peyda olacaqlar. Xatırlayıram. Yenidən miting keçirmək söhbətləri olacaq, yenidən qurultaylar olacaq, yenidən nə bilim nə və baş verir. Yəni güya ki, prezident seçkisi deyil, bizi o maraqlandırmır. Biz heç görmədik, nə bir külək idi, gəldi, keçdi. Amma parlamentdə isə getmək lazımdır, çünki orada mandat verilir. Bax, maraqlı bir kontrast yaranır, elə deyilmi? Yəni güya bizdə partiyalar parlamentə gəlməkdən ötürüdür, hakimiyyətə gəlməkdən ötürü deyil. Əslində baxsaz, Sevinç xanım, parlament özü də hakimiyyətin bir qoludur. Elə parlamentdə kifayət qədər yer tutan adam hakimiyyətə şərikdir, o heç. Söhbət gedir normal dövlətdən, normal seçki keçirilən ölkədən, normal parlamentdən. Amma bu sualınıza cavab verməmişdən öncə istərdim ki, mən sizə bir sual verim, sizdən cavab istəyirəm. Buyurun. Siz də fikirləşirsiniz, mən Qurban Məmmədli olaraq, ya İsa Qəmbər olaraq, cavan vaxtında, 30 il bundan öncə, xalqın böyük dəstəyi ola, bir iş görə bilməmişəmsə, 30 ildən sonra, yaşdaşandan sonra, birisi də yaşlı adamın həvəsi, enerjisi bir başqa cürdür, həyata baxışı bir başqa cürdür və 30 illik ifşadan, biabıcıqdan sonra ki, yazıca gəlirdə Süləddin Əkbərin məşhur çıxışı var 2000-ci il iyun ayında. Mən getdim, Melsipər dedim ki, İsa Qəmbərlə pənah agentdilər. İsa Qəmbər də onlara bunu xəbər verdi. Yəni, İsa Qəmbərin və Pənah Süheyninin Moskva işləməsi ilə bağlı Süləddin Əkbərin bəyanatı var. Ağzı ilə, dili ilə Azadlıq Radiosunda çıxışı var. Yəni, nüfuzdan düşmüş bir adam 30 ildən sonra nə edə bilər? Siz də fikirləşirsiniz. Bu Müsavat Partiyası. Bu retorik sualdır, amma mən başa düşdüm. Yəni, nəyə görə 20 il ərzində nə edə bilmədi ki, indi etmək istəyir? Bəli. 20 il partiya sədri olmuş bir adam nə üçün indi yenidən olmaq istəyir? Mən İsa Qəmbər deyiləm. Mən aydındır ki, onun yerinə cavab verə bilmərəm və mənim də təxminim bundan ibarətdir ki, adam bu yaşda müalicəsini düşünür, harda dəfn olunacam onu düşünür, nə bilim, uşaqlarımı yerbəyer edim onu düşünür, pensiya çıxmağı düşünür və bu əslində Müsavat Partiyası adına mən düşünürəm ki, yəni bir kölgə salmış olur ki, sən deyirsən ki, mən Müsavatın sələfiyəm, amma eyni zamanda ortaya bir namizəd çıxara bilmirsən. Amma yəni mən biraz hakimiyyətin prizmasından buna baxmaq istəyirəm. Hakimiyyət həqiqətən bir görüntü vermək istəyir. Əvvəla Aşbaya qayıtmaq lazımdır. Aşbadan qovulub bizim nümayəndə heyətimiz. Vəd edib ki, mən ölkədə islahatlar keçirəcəm. Vəd edib ki, bu seçki fərqli seçki olacaq, görəcəksiniz, islahat keçiririk və s. Vəd olunan proporsional baş tutmur. Çünki proporsional üçün birinci referendum olmalıdır. İndi isə söhbət ancaq parlament seçkisindən gedir. Və mənə belə gəlir ki, bütün bu kələkbazlıq onun ətrafındadır ki, bu görüntünü yaratsın. Ki, mən dəyişmişəm, parlamentdə mənim müxalifətim əyləşib, onun üçün naftalinlərə ehtiyac var. Belədirmi? Cəmiyyətlə danışaq da, burada mən də subyektiv fikir səsləndirirəm, siz də, İsa Qəmbər də, başqası da. Hal-hazırda bu dəqiqəsinin efirə 4400-dən çox adam tamaşa edir, canlı efirdə. Bir dənə sual xahiş edirəm belə tamaşaçılara ki, əzizən vətənlər, sizdən çox xahiş edirəm, hamı öz fikrini yazsın. Siz
Heydərizmin, bu rejimin normal parlament seçkisi keçirəcəyinə və ya keçirə biləcəyinə inanırsınızmı? Ya hə yazın, ya yox yazın, xahiş edirəm. Bax, mən də səhv deyə bilərəm. Sevinç xanım da səhv deyə bilər. Amma bu bizim şəxsi xüsusiyyəti fikirlərimizdir. Xalq necə düşünür? Xalqın gözü tərəzidir. Xalq bizdən yaxşı bilir hər şeyi. O xalq müdürüş xalqdır. Kim nə desin? 30 il əyri olan bir itin quyruğunu bir-iki gündə düzəltmək mümkündürmü? İtin quyruğunun qəlbə qoymağına düzəlməz. O dibidən kəsilməlidir. Kim nə desin? Xalqı anlatmağa ehtiyac yoxdur. Bu rejim bir baxın tamaşaçılarınıza. Hamı yox yazır. Bu mənim xalqımdır. Xalq görür hər şeyi. Başa düşünək bir dəfəli. Əzəm vətənlər. Bəli, bu təbii, bu da ictimai rəy budur. İctimai budur, Sevinç xanım. Sizin görün nə qədər səviyyəli bir auditoriyanız var. Bir baxın. Bu siyasi hazırlığın nəticəsidir bu. Bu elə belə deyil ki. Bu bir auditoriyanın siyasi savadının səviyyəsi, qabiliyyət göstəricisidir. Hamı yazır yox. Niyə yox yazır? Çünki əzəm vətənlər, dünyanın gözü qabağında bir hadisə baş verir. Mənim xalqım da ağlı üşütülməyibdir ki. Xalq görür hər şeyi. Xalq görür ki, İlham Əliyev 30 ildir eyni şeyi təkrarlayır. Seçkilərdə eyni şey baş verir. Eyni saxtakarlıqlar, eyni adamlar, heç bir dəyişmə eləməyibdir. Və bu dəyişə bilməz. Bunun dəyişməyi özü məhvi deməkdir. Bu mümkün olan şey deyil. Heç bunu aldanmasın. Bu günlərdə İsa Qəmbərin ora gətirilməsi, nə bilim, partiyaların eşitdi də bu günlər yığışıb da təzədən 25 neçə partiya güya nəsə müzakirə edirlər. Bütün bunlar hamısı İlham Əliyevin öz hakimiyyətini xilas eləmək üçün, o imicini güya öz aləmində bərpa eləmək üçün Sevinç xanım bəyət dedi, Avropa parlamentinə qayıtmaq üçün oynadığı oyunbazlıqdır. Ola bilər ki, müxalifət adına bugün qədər olduğu kimi kimisə parlamentə buraxsınlar, təyin eləsinlər, yollaşsınlar. Bu parlament olmayacaq, ay kişilər başa düşün. Əgər mən icazə ilə, Sevinç Osman qızı icazə ilə bir yerə qoyulubsa, o icazənin çərçivəsində fəaliyyət göstərə bilər. Nəyə görə Sevinç Osman qızı istədiyi fikri, istədiyi formada deyə bilir, Amerikada oturubdur. Bakıda deyə bilməz. Bakıda deyə bilmirlər. Adamlar tuturlar, adamlar incidirlər. Ya adamlara şərt qoyublar ki, mən sənə bu maliyyəni verirəm, yer verirəm, bu şərtlərlə fəaliyyət göstərəcəksən. Diktaturada kişilər, biz əgər özümüzü inandırsaq ki, Azərbaycanda, Azərbaycanın daxilində bu günləri, bu partiyalarından xalqı birləşdirmək, hakimiyyəti dəyişdirmək olar. Baxın ha, və yaxud da deyilən kimi normal seçkiyə gedib, hətta parlamentə düşmək olar. Bu deməkdir ki, bir yalan danışırıq. Sevinç Osman qızı yalan danışır, mən də yalan danışıram. Sən demə Azərbaycanda diktatorlar yoxdur, avtoritarizm yoxdur, demokratiya var. Belə deyil axı. Diktatura rejimlərində heç bir vaxt normal seçki keçirə bilməz. Bu aksiomadır. Ona görə də indi baş verənlər Sevinç xanım, görəcəksiniz tezliklə hansı rol oynayacaq İsa Qəmbər, heç bir parlament sədri mədir olası deyil. Müxalifətdən, yəni xalq adamından bir adam da olsun parlamentə düşə bilməz. Çünki bəzən tarixi bir adam dəyişir. Bayaq elə söhbət sadəcə Etibar Məmmədovdan. Yadca gəldi Etibar Məmmədovun Vəzirovla bağlı söhbəti. Etibar, bura İdris Suda, yadca gəlir, Etibar bəy gəldi, nədir? Aldı kağızı əlinə tribunada. Çəkdi əlində ilə Vəzirov kənara, dedi, sabah saat 2-də hamı meydana. Vəssalam.